Salam, Elşad Miri dua edənləri lağa qoyur. Quranda varmı dua eləmək? Aleyküm salam. Bəli, yenə o videomda əldə eləmişəm. Bir dənə zəhmət olmasa baxın. Biri ona sual verir. Elə bir dua varmı ki, hər istəyə qəbul olsun? Bəli. Müəyyən dualar var, istəyirsiniz, onu edirsiniz. O duaları edəndən sonra, məsələn, Ferrari istəyirsinizsə, bir də görürsünüz ki, evinizin qarşısında Ferrari'dir. Və yaxud da bank hesabında istəyirsiniz ki, məsələn, İsveçrədəki bir bank hesabında 1 milyon dollarınız olsun. Görürsünüz ki, bəli, sabahlarınız sizə SMS gəlir ki, 1 milyon dollarını sənin bank hesabına qoyulur. Sonra istəyirsiniz ki, dərhal belə əlinizi çırpma vurasınız, günorta yeməyini gedib New York'da yiyəsiniz, axşam yeməyini gəlib Eyfel'də, Paris'də yiyəsiniz, sonra da Azərbaycana qayıdıb axşam buradakı otel kimi istifadə edəsiniz. Yəni, belə dualar çoxdur. Peyğəmbərlərin hamısı istifadə edib, imamlar istifadə edib. Ya bu sizcə nə məntiqdir, nə yanaşmadır? Böyle bir şey ola bilərmi? İsm azam duası hədislərdə var ki, hər istəyə qəbul olur. İsm azam duası varsa o zaman nə eləyirlər? Baxın, sualı verən insan pənah gətirib, sual verib və lap sualı yanlış da olsa, əxlaqi keyfiyyətdən kənardır ki, yəni bir insanı bu cür məsxərə eləyəsən. Lap bir insan avamdır. Sual verib ki, məsəl üçün mən dua eləsəm, filan dualarım qəbul olunacaqsa olunmayacaq. Əslində bu demək kafir hökmündə olan, birbaşa kafir hökmündə olan Quran-ı Kərimi demək olar ki, dua haqqında olan bu qədər ayələrini inkar edir. Birinci Allah Quran-ı Kərimdə demək Furqan surəsinin 77-ci ayəsində deyir ki, əgər sizin dualarınız olmasaydı, Rəbbim nə üçün sizə dəyər verərdi? Yəni Allah açıq-aşkar deyir ki, yəni sizin dualarınız olmasaydı biz sizə nəzər eləməzdik və sonra deyir ki, ey inkar edənlər, yəni siz haqqı təkzib etdiniz, buna görə də sizə əzab vacib olacaqdır. Furqan 77. Sonra Şüara 72-ci ayədir ki, o demişdi, dua etdiyiniz zaman onlar sizi eşidirlərmi? Sonra başqa bir ayədə buyurur ki, bəndələrim məni səndən soruşur, de, mən onlara yaxınam, mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm, ona görə də dəvətimi qəbul edib mənə iman etsinlər. Ola bilsin ki, onları doğru yola yönəldirlər. Sonra deyir ki, bax, Rəbbinizə yalvarıb, yaxararaq və gizlicə dua edin. Şübhəsiz ki, o həddi aşanları sevməz. Demək, Əraf 55-ci ayə, bayaq qeyd elədim, Bəqərə 186-cı ayə. Sonra deyir ki, yeryüzü islah edildikdən sonra orada fitnə fəsad törətməyin. Həm qorxaraq, həm də ümid edərək ki, Allaha dua edin. Şübhəsiz ki, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır. Əraf 56-cı, sonra demək, Əraf 134